Güman edirəm ki, mənim niyə müsəlman olmağım əsasən mənim baxış bucağımda İslam sualı ətrafında danışmalıyıq. Necə oldu ki, sən müsəlman oldun? Sualı İslamı qəbul edən hər hansı bir insan üçün standart bir sualdır. Mən çox dəbdəbəli bir məkanda, İsveç krallığının paytaxtı Stokholm şəhərində böyümüşəm. O bütün İsveç üzrə üçüncü zəngin yerdir. Burada zəngin insanlar çox idi. Təbii ki, ancaq varlılardan ibarət deyildi. Amma zənginlər çox idi. Bu cür insanlarla heç zaman özümdə bağlılıq görməmişəm. Mənim müəyyən bir yolum, qaydalarım var idi ki, çox insanlara uyğun gəlmirdi. Mənim orada bir dostum vardı, hansı ki biraz mühitə uyğunlaşmırdı. Əlhəmdülillah, bunu ona görə deməliyəm ki, tamamilə bu mühitə qarışmayan idi. O Əfqan ailəsindən idi, müsəlman idi. Biz etdiyimiz şeyləri o etmirdi. Bu çox maraqlı idi. Biz çox yaxşı dost olduq. Bunun bəzi səbəbləri var idi. Düşünürəm ki, Allahın istəyi idi ki, biz dost olmalıydıq. İslam haqqında öyrənməyə və İslamı anlamağa başladım. Çox qəribə idi ki, dost kimi biz çox gənc idik və ideal dost deyildik. Lakin dostluğumuzu davam etdirirdik. Mən ən yaxın dost olmasam da, amma həmişə yaxşı dost olmuşam. Bizi dost olmağa, bir yerdə gəzməyə, dostluğumuzu davam etdirməyə vadar edən nəsə var idi. İslamın nə olduğunu öyrənmək istəyirdim. Bunun sosial tərəfi bu idi ki, mənim müsəlman dostum var idi. Onunla dost olduğum üçün bu məni cəzb edirdi. İslamla maraqlanmağa başlayırdım. Baxmayaraq ki, o zaman o özü də İslamı tanımağa çalışırdı və həmişə öz baxışlarını bizə çatdırmağa çalışırdı. Öz xeyrinə mübahisə edirdi. Baxmayaraq ki, o bu haqda çox da məlumatlı deyildi. Biz Allah haqqında çox mübahisələr edirdik. Belə deyə bilərik ki, İsveçdə insanların çoxu Allaha inanmırlar. O zaman mənim çətin dövrlərim idi. Demək olar İsveçdə əksər insanların həyatlarında çətin vaxtlar idi. Bu mənada ki, İsveçin ümumi əhalisinin əhli kitab hesab olunması demək olar ki, mümkün deyil. Çünki onların əksəriyyəti Allahı inkar edirlər. Təxminən 16-18 yaşlar arasında biz bu məsələlər ətrafında müzakirələr etməyə başlamışdıq. Bu müzakirələr mənə də bir yaradan varmı, Allah varmı, onun məqsədi nədir kimi suallar ətrafında düşünmək imkanı yaradırdı. Çünki bu məsələlərdə sən o dəqiqə dəyişə bilmirsən. Əminliklə deyə bilmirsən ki, bəli, bu həqiqətdir. Allah mövcuddur və mən müsəlman olmaq istəyirəm. Xeyr, çünki birinci ideya deyilir və bunu qəbul edən şəxs də o ideyanı özündə böyütməlidir və araşdırmalı və tədqiq etdikdən sonra qərar verməlidir ki, həqiqətən bu doğrudurmu? Buna görə də mən ona dedim ki, bu şeyləri oturub müzakirə etmək istəyirəm. Çünki o Quran kurslarına getmişdi. Ona görə də ona dedim ki, məni də ora apara bilərsən. Ola bilsin müəllimlərindən nəsə soruşum. Bunlardan mənə də nə isə öyrətsin. O orada oxumaqla əxlaq barədə bilirdi. Mən hər zaman soruşanda hər şeyi bilməsə də çox şeyi bilirdi. Buna görə də mən ona dedim ki, məni də ora apara bilərmi? Ola bilsin o bunu istəmirdi. Bunu bilərəkdən edirdi ya da belə deyildi. Məncə qarışıq idi. Belə vəziyyətlərdə nə etmək lazım olduğunu o özü də bilmirdi. Beləliklə bir neçə il keçdi. Normal Skandinaviya həyat tərzi sürürdüm. Maraqlısı o idi ki, mənim dostum da bu cür idi. Düzdür, mən bilirəm ki, başqalarının pis əməllərini açıb demək düzgün deyil, amma mənim tarixçəm baxımından lazımlıdır. Mənim dostum da bizimlə klublara, əyləncə məclislərinə və bu kimi digər yerlərə gedirdi. Amma biz hələ də müzakirələrimizi davam etdirirdik. O bilirdi ki, o nə isə düzgün iş görmür, amma bunu günah kimi görmürdü. Deyirdi ki, mən bunu etməməliyəm, amma bu haram deyil. Yəni məkruh kimi baxırdı buna.
Yəni etməsəm daha yaxşı olar. It's better if I don't. And Xatırlayıram ki, təxminən 19 ya 20 yaşlarında olardıq. what was it, 2019 or something? So it's not, I mean, this period. Bu zaman kəsiyi məhdud bir zaman ərzində idi. Yəni İslamı düşündüyüm vaxtı nəzərdə tuturam. Təxminən 4-5 il ərzində baş verdi. Then we started. Bu başladı dəyişilməyə. O dedi ki, mən küfr eləməyi dayandırıram. Stop cursing. And we're like, what? Why would you stop cursing? I said, yeah, well, look. Dedim ki, niyə biz bunu etməməliyik? O dedi ki, mənim dinim buna icazə vermir. This is kind of big thing. I mean, curse words doesn't mean anything. Mən pis sözlər danışmağı dayandırıram. Different types of words and people do it all the time on TV. Bilirsiniz, burada bizim mədəniyyətdə belə danışmaq adi bir haldır. Bu ümumi bir hal alıb. İnsanlar həmişə bunu işlədirlər. Kimsə nəsə edəndə tez-tez belə sözlər işlədir. Müxtəlif tipli sözlər deyirik. Islam again and doing research. Və heç buna fikir verən də yoxdur. In my life, which Bu da actually, mənim İslama olan marağımı biraz da artırdı. like, Beləliklə mən hidayət üçün dua etməyə çalışırdım. this Allaha dua edirdim ki, məni hidayət etsin. guidance. I was like, what should I Bilirdim ki, Allahla bağlı seçim etməliyəm. Amma bu seçimin nə olduğunu take a bilmirdim. choice in regards to God? But I didn't know what choice that was. Bunu mən yuxumda gördüm. Led me to a dream which I had. Bir dostum I vardı. have a friend. He Deyərdim ki, o xristian olmuşdu. became. I would say he became a Çünki Christian. burada başqaları ilə eyni şeylərə sahibdir. Other same Onlarla thought. eyni düşüncələri paylaşırdı. But after doing yeah, Açığı bilmirəm ki, bu necə adlanır. it's called to be honest. Deyərdim ki, bu sadəcə kilsədə onun xristianlığı təsdiq etməsi idi. His reconfirmation of his faith. Bu onun kilsə ilə imanının yenidən təsdiqi idi. He Həqiqətən də o çox düzgün bir xristian oldu. and he did O bunu that təxminən 18 yaşında olanda etdi. when he was 18 approximately. Bu yuxumda mən bu dostumla birlikdə küçə boyu üzü aşağı gedirdik. O zamanlar o yaxşı və yaxın bir dost idi. Time. And we have not İndi biz uzun zamandır danışmırıq. not because we're bad friends, but because Ona görə yox ki, biz pis dostuq. Ona görə ki, yerimiz fərqlidir. Yəni mən daha İsveçdə yaşamıram. we live in Sweden more. Ona görə də dostluq əlaqələrini davam etdirmək çətindir. Yuxuda gördüm ki, onunla mən öz yolumuzda gedirdik And we both və biz ikimiz də 100% olaraq getdiyimiz yerə yönəlmişdik. Amma eyni zamanda biz bilmirdik ki, bu yol bizi hara aparır və sadəcə getdiyimiz istiqaməti knew bilirdik. where we were going. Sonra biz sola döndük, amma bilmirəm ki, niyə sola döndük. Yəni biz müəyyən bir yerə getməli idik. To get to a certain place. I mean, Sonra biz bir qapının qarşısına çatdıq. Orada bir kişi bizi salamladı. us who O was adam ağ bir geyim geyinmişdi. Biz onun üzünü görə bilmirdik. Çünki üzü işıqlı idi. Yəni üz görsənmirdi. Oradan işıq gəlirdi. wrong to say. It was actually basically just light coming from his face. So this made us O bizimlə salamlaşdı və bizimle oturdu. Və başladı əslində İslamı müzakirə etməyə. Islam with us. Bilmirəm nə deyirdi. Yuxumda görürdüm ki, biz oturub İslamı müzakirə No edirik. idea what he said. Amma mən xatırlaya bilmirəm ki, nə deyirdi. In my dream, I had a Sonra o şəxs dedi ki, necə namaz qılmağı bizə göstərəcək. Namazı bizə öyrədəcək. and then this person said, well, he's going to show us how to pray. He's going to teach us how to pray. And Bu məqamda mənim xristian dostum yuxumdan getmişdi. he O qalxıb tərk etdi buranı. from this dream, he went up and left. Yalnız o adam və mən idim və biz yanaşı dayanmışdıq. Actually, Biz 2 rükət namaz qıldıq. next to him, and we were praying 2 rakah of prayers. Maraqlı burasında idi ki, mən müsəlmanların namaz qılmalarını yalnız televizor vasitəsilə görmüşdüm. Probably had observed in through Yəni television. mənim namazın konsepsiyası barədə heç bir məlumatım yox idi. Didn't know how to pray. Namaz qılmaq qaydalarını və namazın nə olduğunu It bilmirdim. was actually based on rakah. Həqiqətən onun rükətlə qılınması barədə heç bir məlumatım yox idi. Bu mənim üçün maraqlı oldu ki, mən bu yuxunu danışandan sonra mənə başa saldılar ki, həqiqətən də müsəlmanlar belə namaz qılırlar. Növbəti gün mən dostuma zəng My etdim friend and I told him və ona about bu this. yuxu barəsində danışdım. Mən getdim şəhadət gətirdim. Said the shahada. Amma bu yuxudan sonra mən dəyişdim.
Mənə deyildi ki, sənin üçün yaxşısı budurmu? Və mənim üçün bu yuxu bunu təsdiqlədi. Dostumla öyrəndiklərim və apardığımız müzakirələr məni bu məqama gətirdi, çatdırdı və bu yuxu məni yaxşı, əla deməyə vadar etdi. İndi mən öz iş yoldaşlarımla danışanda deyirlər ki, sən gündə 5 dəfə namaz qılmalısanmı? Deyirəm ki, yox, mən gündə 5 dəfə namaz qılmalı deyiləm. Amma mən gündə 5 dəfə namaz qılmaq istəyirəm. Bu fərqlidir. Düzdür, bu məcburidir. Amma bu o cür məcburiyyət deyil ki, sən deyəsən ki, hə, mən namaz qılmalıyam. Əgər İslamı sən mənim kimi öyrənməmisənsə. Dostlarımın əksəriyyəti mənim gəldiyim nəticələrə gəliblər. Mən onları şikayət edən görməmişəm. Düzdür, bəzən çətin ola bilər, bəzən yorğun ola bilərsən, bəzən sübh namazında yuxudan qalxmağa çətinlik çəkə bilərsən. Amma bu doğrudan da biz tez oyanmalıyıq demək kimi bir şey deyil. İslamda nə caiz deyilsə, demək ki, bunun bizə müəyyən mənfi təsirləri var. Buna əsaslanaraq biz deyirik ki, bizə bunu etməyə icazə verilmir. Çünki biz istəyirik ki, özümüzü daha yaxşı bir şəxsiyyət kimi formalaşdıraq. Daha yaxşı bir şəxs olaq. Baxmayaraq ki, bəzi müsəlmanlar buna yanlış fokuslaşırlar. Onlar ancaq ona fokuslaşırlar ki, nə isə etmək olar, nə isə etmək olmaz. Amma bu nəyi etmək olar və ya nəyi etmək olmaz deyil. Daha çox onların təsirlərinə səbəb olmaqla əlaqədardır. Bir nəfərə pul vermək kimi, kasıb bir nəfərə, hər hansı ehtiyacı olan birinə. Bu həmişə yaxşıdır. Çünki səni əlaçıq, səxavətli insan edir, xoşagələn insan edir. Bunun həmçinin başqa şeylərə də, başqa insanlara da təsiri var. Əgər sən müəyyən şeylər yeyirsənsə, bunun sənə müəyyən təsirləri olacaq. Mənfi təsirləri də ola bilər. Mən fiziki təsirdən danışmıram. Mən bilirəm ki, insanlar fiziki təsirlər haqqında da fikirləşməlidirlər. Metafiziki təsirlərdən danışıram. Bəzi şeylərdə qəbul etməyin mənəvi təsirləri də olur. Donuz əti yeməyin öz təsirləri var. İçkinin öz təsirləri var. Cücə əti yeməyin isə başqa təsirləri var. Buna görə də mümkün qədər təbii qidalara üstünlük verilir. Bilirəm ki, biz donuz əti yeməməliyik. Mümkün qədər təbii qidalar qəbul etməliyik. Çünki Allah bizim üçün düzən yaradıb və biz bu düzənə uyğun yaşamalıyıq. Məsələn, biz bir restorana gedəndə birinci mənəvi tərəfini düşünürük. Biz belə düşünürük ki, əgər bir insan mənfi davranışlıdırsa, söyür, yaxşı dost deyil, arxanca danışırsa, bəlkə bu insandan uzaq dursaq yaxşıdır. Bir nəfər vardı, bilmirəm niyə o cür acıqlı idi. Nəsə mənə qarşı müsəlman olduğum üçün çox narazı idi. Bir şəxs səni olduğun kimi qəbul edə bilmirsə, sən onu həqiqətən dost kimi qəbul etməlisənmi? Xeyr, çox güman ki, edə bilməyəcəksən. Çünki sən onun yöntəmini bilmirsən. Və o istəyir ki, insanlar onun istədiyi kimi olsun. O bunu ona görə edir ki, güman ki, bundan nəsə götürmək istəyir, nəsə güdür. Dostluq qarşılıqlı olmalıdır. Ümumi olaraq İslam və istənilən başqa dinlərə nəzər salsaq, Yəhudilikdən tutmuş İslama qədər bütün İbrahim dinlərinin kökündə xoşagələn və salih əməlləri özündə ehtiva edən bir şəxsiyyət formalaşdırılması və insanı belə bir şəxsiyyətə malik olmaqdan məhrum edən şeylərdən kənarlaşması durur. Və başqa insanlarla eyni inama malik olmadığı üçün onları rədd edən bir şəxs olmaqdan çəkinmək durur. Bu inama o qədər də əsaslanmır. Amma əgər bir şəxs başqasını qəbul etmə və anlama özəlliyinə malik deyilsə, ola bilsin, sən özün bu insandan imtina edəsən.
Çünki sonda o sənə zərər verə bilər. See this in the core that it's actually about constructing a personality which is liked and which has good traits. Mən həqiqətən buna görə də elə başlanğıcdan şiə olmağı seçdim. Çox insanlar sünni və ya vahabi olur. Çünki burada bu insanlar çoxluq təşkil edir. It's not on the basis of belief. Gəlin bu insanlar yox, bu qardaşlar deyək. Çünki yanlış başa düşülə bilər ki, mən şiə olduğum üçün sünni olan şəxsləri xoşlamıram. Bunu demək istəmirəm. Maybe you yourself should. Amma ona görə sünnilərlə çox əlaqəm olub ki, burada onlar çoxluq təşkil edir. Açığı buna görə onlarla əlaqə qurmaq daha asan It's olur. actually also because of this that I chose to become a Shia from the very start. Mənim dostumun anası istəmirdi ki, mən sünni olum. Baxmayaraq ki, onun ailə üzvlərinin əksəriyyəti sünni müsəlmanı idi. Most come in contact with these people. Amma o özü oxuyaraq araşdırıb və sonra şiə olmuşdu. These brothers, not to misunderstand that. I don't. It's not Amma that. o məndən istəmirdi ki, mən deyim ki, hə, mən şiəyəm. O sadəcə mənə oxumaq üçün şiələr və sünnilər barəsində çoxlu kitablar verirdi. Most come in Bu səbəblərə görə o mənə pişəvər gecələrini vermişdi. more of them. Obviously, it's going to be easier to come in contact with them. But what I did is that actually my friend's mother. Amma bu çox yaxşı düşüncədir və çox məntiqlidir. She has a bad relationship with a lot of, even though most of her family is Sunni. Oxuduqlarımdan və araşdırmalarımdan gəldiyim nəticə budur ki, şiəlik sünni məktəbinə nisbətən azad düşüncəyə və ağlın inkişafına daha çox imkan verir. So she gave me a lot of books to read on Shia and Sunni. Sünnilik məktəbi isə şeylərin dərk edilməsində daha sərtdir. Book for a newly converted person, because you won't understand half of the discussions. But it was a nice thought. Şiəlikdə isə azad təfsir deməzdim. Daha çox metaforik interpretasiya var. But this actually, but what I came to the Bu mənim inancıma daha yaxın idi. which is actually confirmed and affirmed time and time again through my studies. Əgər Allah bizə 1400 il əvvəl bir din göndəribsə, bu məntiqsiz görsənir ki, deyəsən ki, bu dünya belə olub və 1400 il keçsə də, hətta lap 5000 il keçsə də belə qalmalıdır. Sunni schools do. Sunni schools are more rigid in their understanding. Çünki insanlar və insan cəmiyyəti dəyişir. She has allowed for a free, not a free. Buna görə də Allah bizə istinadgahlar və prinsiplər verir ki, biz onun əsasında öz cəmiyyətimizi formalaşdırırıq. This is more inclined to what I Bu believe. mənada Allah çərçivələr verib ki, bu istinad çərçivələri içində bizə azadlıqlar verib. It wouldn't Bu be. çərçivə içində istədiyimizi edə bilərik. It wouldn't make sense for him to say like, look, the brothers like this. Bu insan üçün o qədər də çətin deyil. Bu müəyyən mənada kifayət qədər geniş çərçivədir və bu insanın özünün yaxşılığı üçündür. And human Bunu society. Allah ona görə etmir ki, bizim həyatımıza nəzarət etmək istəyir. And that's Allah what. bunu bizim yaxşılığımız üçün edir. Bizim xətrimizə edir. Mən şəxsi inkişaf barədə çox kitablar oxumuşam. On which we base our society, and in that Bunlar sense, 20 günə varlanmaq kitabları deyildi. a box. Amma şəxsi keyfiyyətlərin aşılanması ilə bağlı insan həyatının yaxşılaşdırılmasına yönəldən kitablar idi. Frames of reference. Bu insanlardan çoxu həqiqətən o nümunələrdən istifadə edirlər ki, onlara Quranda rast gəlmək Do olur. whatever you want. Just please keep in within these. Həyatda uğurlu olmaq üçün insan müəyyən prinsiplərə malik olmalıdır. Və bu prinsiplər həqiqətən də artıq Quranda var. Bu prinsiplər müəyyən mənada bizə məlum olan prinsiplərdir. own good. Quranda deyilir ki, bu insanlara xatırlamadan başqa bir şey deyil. Və mən buna inanıram. Çünki Quranı oxuyarkən, Quranda bu şeylər haqqında deyilənlər mənə məntiqi baxımdan təsir Quite edirdi. interesting because I read a lot of these I don't know what to call them, self-help books. Maybe they Mən call özümdə deyirdim ki, bəli, mən bunlarla razıyam və mən hətta Quranı oxumamışdan əvvəl bu fikirləri qəbul you edirdim. know this Çünki bu bizim təbiətimizdə var. Bizim bir more hissəmizdir. structured in your Biz life. öz həyatımızda bu şeylərə əhəmiyyət verməməyi və ya həyatımızdan çıxarmağı Will seçirik. actually Çünki take bizim up. cəmiyyət bizim bunlara fokuslaşmağımızı istəmir. Found in the Quran and in the book that actually you need a certain set of principles in order to become Amma successful. təbiətən, yəni doğumdan mən inanıram ki, bu hələ də bizim təbiətimizdə var And these və bu principles bizə məntiqli known gəlir. to us. Ona görə ki, Quran məcburi qanunların tətbiqi vasitəsi In deyil. the Quran it says that O həqiqətlərin,
və düzgün davranış qaydalarının xatırladılma vasitəsidir. And I believe this because even when I hadn't read the Quran, many of these things which were said in the Quran Mənim müsəlmanlara və müsəlman cəmiyyətinə bəzi arzularım var. that I can agree on something. Özümün də etmək istədiyim bəzi şeylər var. Even read the Quran. Şəxsi anlamda düşünürəm ki, hər bir müsəlmanın etmək istədiyi kimi həcc ziyarəti və ən azı şiələr üçün məsumların məqbərələrini ziyarət etmək kimi işlər görmək istərdim. Because a Mən society bunları özüm etmək istəyirəm. focus on them. But naturally, I mean, from birth, I believe that we still Mən have bəzi ziyarətgahlarda olmuşam. Orada çox insan var idi. İnsanlar çox sıx idi. Ziyarət etmək çətin idi. Onları cənnətdə ziyarət etmək yaxşı olardı inşallah. reminding us what the truth is. And Başqa actually, ümumi anlamda istərdim ki, cəmiyyətdə müsəlmanlara olan baxış dəyişilsin. what I would say is that Çünki müsəlmanlar təhlükəli deyillər və biz həmçinin qəbul etməliyik ki, televiziyalarda gördüyümüz insanlar müsəlmanları bu və ya digər mənada cinayətkar kimi təqdim edirlər. they want to visit Biz özümüzdən soruşmalıyıq ki, onlar doğrudan da müsəlmandırlarmı? us. I mean, well, at least. Bu məqamda biz sorğu-sual etməyə başlayırıq ki, mən xəvariclər haqqında bilirəmmi? Although I'd love to do it in my own way and not in the way that Bu ideologiya lap əvvəldən İslamın deformasiyasının, dağılmasının başlanmasına hesablanıb. people so packed that it's hard actually to visit them. It would be Amma nice. biz müəyyən məqamlarda özümüzdən soruşmalıyıq ki, bir şəxs nə vaxt müsəlman olur? Mən onu nəzərdə tuturam ki, Something I'd əgər like to, insan Allah tərəfindən bizə verilən çərçivədə qala bilmirsə, onda biz həqiqətənmi Allaha inanırıq? because Muslims aren't dangerous, and we should also accept that many of the people Biz həqiqətən onu qəbul edirikmi? or presented as Muslim as being Mən criminals. istərdim ki, bu baxışı dəyişim. Qismən cəmiyyət içində düzgün davranışları olan insanların dəyişilməyini nəzərdə tuturam ki, onlar gərək bilsinlər ki, onlar müəyyən bir qaydada davranmalıdırlar. Khawarij, I mean, an old ideology which was rejected early on in İnsanlara müəyyən bir qaydada müraciət etməlidirlər. well, the formation of Islam. But we have to at some point ask Sən deyə bilməzsən ki, hə, mən müsəlmanam, mən haqlıyam. İnsanlar sənin düzgün olduğunu görməlidirlər. given us. Are you really? I mean, do you really believe in God? Do you really accept it? Xüsusən də qeyri-müsəlmanlar üçün bu çox önəmlidir ki, onlar anlasınlar ki, onlar da mənim kimi insanlardır. Partly within the society. I mean, change those people who are Mənim dostum yaxşı müsəlman değildi, amma o yaxşı insan idi və onlara şans vermək lazımdır ki, danışsınlar. getting them to understand that you have to behave in a certain way and you have to address people in a certain way. You can't just say, well, Çünki sən cəmiyyətdə və öz həyatında açıq fikirli olmasan, sən həyatda heç bir uğur qazana bilməzsən. Muslim understand is that there are people like me or my friend. He wasn't a Ola bilər ki, biraz pul qazanarsan, amma xoşbəxt və uğurlu biri give olmazsan. them a chance to speak with them, because I mean, if you don't keep an open mind in your life, Hətta sən pul qazansan və onu çox yığsan, məgər bu sənin həyatda məqsədindirmi? you will not have any success in your life. You might earn a bit of money, but you won't be Əgər happy. sən insanlara qarşı açıq fikirli olsan, görəcəksən ki, sən daha çox uğur qazanırsan və buna daha çox nail olacaqsan. Sadəcə müsəlmanlara qarşı da açıq fikirli olun. Əlbəttə ki, pis insan pis insandır. Mən demirəm ki, pis insanlara qarşı da açıq fikirli olun. Pis adamlar onsuz da pisdir. Bad person. Sən hər kəsi dəyişə bilməzsən. Amma kimlər ki yaxşıdır, pislərə görə onları da rədd etməyin. The ones who are good, don't reject them on the basis of the bad.